Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə 2025-ci ildə ibtidai sinif ixtisası üzrə təşkil edilən sertifikasiya imtahanında istifadə olunan riyaziyyat suallarının izahını verəcəm. Siz də mənimlə paralel şəkildə sualları gördüyünüz zaman videonu saxlayaraq sualın cavabını tapmağa çalışırsınız. Daha sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edə bilərsiniz. Yəni 25 sual üzərindən neçə düz olduğunu yekunda müəyyənləşdirəcəksiniz. Zəhmət olmasa videonu bəyənirik, ətrafımızda olan digər insanlarla da paylaşırıq ki, onlar da bu videodan faydalansınlar. Əgər kanalımıza abunə deyilsinizsə, abunə ol düyməsinə klikləyərək kanalımıza abunə olursunuz. Növbəti vaxtlarda kanala yeni videolar yüklənən zaman sizə də məlumat gəlsin. Bizim tam sıfırdan başlayan sertifikasiya qruplarımıza da qoşula bilərsiniz. İmtahanda yüksək nəticə əldə etmək üçün bizim qruplarımız çox effektivlidir. Belə ki, tam sıfırdan yeni proqram əsasında hansı ki, yeni bölmələr, faiz bölməsi, onluq şəxslər və s. əlavə edilib, onları detallı şəkildə bizimlə öyrənə bilərsiniz. Detallı məlumatlar üçün ekranda aşağı sol tərəfdə WhatsApp nömrəmizi görürsünüz: 055 239 2041. Həmin nömrə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. İlk sualımızdan başlayırıq. Qeyd etdiyim kimi videonu saxlayırsınız, cavabı tapmağa çalışırsınız, sonra izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edirsiniz. İlk sualımız belədir. Diaqramda 3, 4 və 5 qiymətləri alan şagirdlərin sayı verilib. Sinifdə ümumi 25 şagird varsa, 3 və 4 qiymətləri alan şagirdlərin sayları cəmi 5 qiymət alan şagirdlərin sayından neçə vahid azdır? Diaqram bildiyimiz kimi tam olaraq 360 dərəcə olur. Yəni bu hissə 360 dərəcədir. Bunu sadəcə məlumat xarakterli bildirirəm sizə. Və bu da faiz olaraq 100% olur. Yəni hamısı birlikdə 360 dərəcə və yaxud 100% kimi ifadə oluna bilər. İndi burada faizlə verilib. Cəmi 25 şagirddir. 25-in 60%-ni tapsaq 5 alanların sayı müəyyən edəcəm. Ədədin faizi necə tapılır? Məsələn, 25-in 60%-ni tapmaq üçün 25-i 60-a vurub 100-ə bölmək lazımdır. Yəni ədədin faizini tapanda onu faiz göstərən ədədə vururuq. Məsələn, 25-i 60-a vurub 100-ə bölməyimiz kifayət edir. Buradan da 25-i 60-a vurub 100-ə bölsəm, əslində birbaşa ixtisar da apara bilərəm. Edəcək 15. Yəni 5 alanların sayı 15-ə bərabərdir. Cəmi 25 şagirddir. 25-dən 15-i əgər 5 alıbsa, yerdə qalanlar 3 və 4 alanlardır. Bunlar da 10 nəfər olur. Yəni ayrı-ayrı da tapmaya da bilərsiniz. Çünki bizdə yekunda deyir ki, 3 və 4 qiymətləri alan şagirdlərin sayları cəmi, hansı ki 10 edir. 5 qiymət alan şagirdlərin sayına neçə vahid azdır? 15-dən çıxacam 10-u, qalacaq 5. Doğru cavab C variantına uyğun gəlir. Və yaxud dəyərli müəllimlər, istəsəniz ayrı-ayrı da tapa da bilərsiniz. Yəni məsələn 25 şagirddir, 25-in siz 12%-ni tapıb, yəni 12-yə vurub, sonra 100-ə bölə bilərsiniz. Bu da 3 edəcək. Buradan yaza bilərik. 28%-ni tapmaq üçün 25-i 28-ə vurub, yenidən 100-ə bölə bilərsiniz. Bu da edəcək 7. Amma qeyd edirəm yenə də, yəni bunu tapmağımıza heç ehtiyac yox idi ayrı-ayrılıqda. Çünki bizdə yekunda qeyd edir ki, 5 alanların sayı 3 və 4 alanların sayları cəmindən, hansı ki 10 etmişdi, neçə vahid çox idi. Sual 2. B bölək 9 bərabərdir 186. Qalıq A. Qalıqlı bölmə əməlində ən böyük bölünəni tapın. Deməli, bölən 9-dur. Bölən 9-dursa, qalıq ən çox, yəni A ən çox neçə ola bilər? 8. Buradan da B, yəni bölünən bərabərdir. 9-u vuracam 186-ya, yəni natamam qismətə vuracam. Üzərinə gələcəm qalığı, yəni 8-i. 9-u 186-ya vursam edər 1674. Üzərinə də 8 gəlməyi unutmuram. Edəcək 1682. Doğru cavabımız C variantına uyğun gəlir. Bir daha izah edirəm. Əgər bölən 9-dursa, qalıq ən çox 8 ola bilər. Bizə də deyir ki, bölünənin ən böyük qiymətini tap. Bölünənin ən böyük qiymət alması üçün zaten 9-u 186-ya vuracam. Qalığı da mümkün qədər böyük ədəd götürməliyəm. Qalığı da ən çox 8 götürə bilərəm. Sual 3. Pendirin 1 kiloqramı 4,8 manat olarsa 750 qram pendirin qiymətini tapın. Dostlar, 1 kilo pendirimiz 1000 qramdır. 750 qram da 1 kilonun 4-cü hissəsidir. Yəni bunu vizual olaraq şəkillə də təsvir edə bilərik. Hətta bu şəkildə göstərim sizə. Bu olsun bizim 1 kiloluq pendirimiz.
Bu pendiri biz 4 dənə gəlin bərabər hissəyə bölək. Biri buradan olsun, biri buradan olsun, biri də buradan olsun. Tənasüblə də yazmaq olar. Sadəcə izahın göstərməkdə məqsədim odur ki, hamımıza tam aydın olsun. Bunun yəni bir kiloluq pendir düşünün. Hər biri 250 qramdır. 250 qram, 250 qram, 250 qram və 250 qram. Hamısı birlikdə 4,8 manat nədir? Yəni 4 manat 80 qəpik deməkdir. İndi bunu 4 yerə bölsək, hər birində 250 qramdır da. 4,8 yəni 480 qəpik kimi də yanaşa bilərik. Bunu 4 yerə bölsəm düşəcək 120. Bura 1,2 yəni 1 manat 20 qəpik. Bu da 1 manat 20 qəpikdir. Bu da 1 manat 20 qəpikdir. Diqqət yetirsəniz 3 dənə 250 qramı toplayandadır 750 qram. Pulları da toplasam 1,2, 1,2, 1,2. Toplam edəcək 3 manat 60 qəpik. Yəni E variantı doğru cavab olacaq. Və yaxud tənasüb üsulundan da istifadə edə bilərik. Əminəm ki, hər biriniz tənasüb qaydasını da bilirsiniz. Yəni indiki proqram üzrə onu bilmək mütləqdir. Tənasüb qaydasına əsasən 1 kilonu yazıram 1000 qram kimi. Yazırıq 1000 qrama uyğun gəlir 4,8 manat. 750 qrama uyğun gəlir x manat. Sonra çarpaz vurursunuz. Yəni 750-ni vuracam. Kalkulyator vasitəsilə 4,8-ə edəcək 3600, 3600 də 1000-ə böləndə düşür 3,6. Sual 4. 40 yüzlüyü, 50 onluğu və 32 təkliyi olan ədədi müəyyən edin. 40 yüzlüyü varsa 40-ı vurursunuz 100-ə. 40-ı 100-ə vurmaq, yəni 40-ın arxasına 2 dənə 0 əlavə etmək deməkdir. Üstə gələk. 50 dənə onluğu. 50-ni vuracam 10-a. 50-ni 10-a vuranda nədir? Yəni 50-nin arxasına bir dənə 0 yazacam, olacaq 500. Və üstə gəlirəm 32 dənə təkli, yəni 32-nin özünü. Diqqət yetirin. 4000, üstə gəldim 500, üstə də gəldim 32. Yəni cavab oldu 4532. Sual 5. Uzunluğu 523 kilometr olan yolu 60 kilometr bölünsün saat sürətlə 6 saat gedən sürücünün yolun sonuna çatmağına nə qədər qalıb? Hər saata 60 gedirsə, 60-ı vuracam 6-ya. 60-ı 6-ya vursam edəcək 360 kilometr. Yəni bu sürücü 360 kilometr məsafə qət edib artıq. Ümumi yol 523 kilometrdir. 523-dən bu artıq 360-ı geridə qoyub. Onda 523-dən çıxıram, 360-ı qalacaq 163 kilometr. Doğru cavab C variantına uyğun gəlir. Sual 6. Diametri ilə radiusunun cəmi 36 sm olan çevrənin xaricinə çəkilən kvadratın perimetrini tapın. Bu da məşhur suallarımızdan biridir. Yəni bu sualdan biz bütün sertifikasiyalarda demək olar görmüşük. Əminəm ki, hər biriniz də bu sualı bilirsiniz. Deməli, bir çevrə düşünək əvvəlcə. Bu formada düşünürük. Radius nədir? Yəni mərkəzinə bir nöqtə qoyuram. Radius buradan bura olan məsafədir. Mərkəzdən ixtiyari bir tərəfə fərqi yoxdur. Yəni çevrənin xəttinə qədər, çevrəyə qədər daha dəqiq səsləndirsək, məsafədir. Diametr nədir? Diametr radiusun 2 qatıdır. Bu şəkildə düşünə bilərik. Diametri ilə radiusunun cəmi. Yəni diametrin özü ilə 2 radius deməkdir. Bura radius, bura radius, bura radius kimi yanaşsaq, yəni bizə deyir ki, 3 dənə radiusu toplasam, hansı ki, diametrin özü yenə qeyd edirəm 2 radius deməkdir. Cəmi 36 edəcək. Onda radius buradan nəyə bərabərdir? 36-nı 3-ə bölürəmsə düşəcək 12. Bu şəkildə düşünürəm. İndi dəyərli dostlar, biz radiusun 12 olduğunu tapdıq. İndi çevrənin xaricinə çəkilən kvadratın perimetrinin düsturu var idi. Əgər xatırlayırsınızsa, P bərabərdir 8R. Əvvəlki vaxtda hazırlaşanda bəlkə də bu düsturu bilirdiniz hər biriniz və yaxud yadınızdan çıxıbsa canınız sağ olsun, mənasını izah edək. Belə bir kvadrat düşünək. Yəni çətin deyil, bunu düstur kimi də əzbərləməyimizə gərək yoxdur. Radius 12-dirsə, onda diametr 24-dür. Yəni, bax, bura diametrdir də. Diametr kvadratın tərəfinə bərabər olur. Bura olacaq 24. Və yaxud bunu biz 2 radius kimi də düşünə bilərdik. Yəni 8R oradan alınır əslində. Bura 24-dürsə, burada 24-dür, burada 24-dür, burada 24-dür. Yəni kvadratın bütün tərəfləri axı eynidir. 24-ü 4-ə vursam olacaq 96 sm.
Və yaxud radiusu tapdım 12, 8 yer düsturuna qoysam, 8 vurulsun 12 olacaq. 8 də 12-yə vuranda eyni cavabı, yəni 96 sm alacam. Sual 7. Kubun bir üzünün perimetri 28 sm olarsa onun həcmini müəyyən edin. Dostlar, ekranda burada kub şəkildə əlavə etmişəm sizin üçün. Bir üzünün perimetri. Kubun bildiyimiz kimi 6 dənə üzü var. Bir üzü, yəni hər bir üzü daha dəqiq səsləndirsək, kvadratdır. Kvadratın perimetri 28-dirsə, 28-i böləcəm 4-ə, düşəcək tərəf 7. Yəni kubun tili, bax bura tərəf deyilikdir. Fəza fiqurlarında tərəfə, tərəfin uzunluğuna til deyilir. Deməli oldu 7. İndi kubun həcmi necə tapılır? Kubun həcmi V bərabərdir A kubu düsturu ilə hesablanır. Yəni A-nı 3 dəfə öz-özünə vurmaq lazımdır. A üstü 3 o deməkdir. Başqa sözlə burada til 7-dirsə, 7 vurulsun, 7 vurulsun 7 olacaq. 7-ni 7-yə vuranda 49 edər. 49 da 7-yə vursam olacaq 343. Doğru cavabımız D variantına uyğun gəlir. Qaydanı bilməyimiz yaxşı olar, yəni həcmdir. Sonra tərəfin kvadratdan təşkil olunduğunu bilmək lazımdır. Bütün bu qaydaları biliriksə sual bizim üçün çox asan görünəcək. Sual 8. A bərabərdir 7-də 1, B bərabərdir 9-da 1, C bərabərdir 11-də 1 olarsa, A, B, C ədədlərini müqayisə edin. Diqqət yetirsək, bunlar sürətləri eyni olan kəsirlərdir. A 7-də 1-dir. B 9-da 1-dir. C-ni də lap buradan yazaq. Bu biri tərəfdən 11-də 1-dir. Dostlar, sürətləri eyni olan kəsirlərdən, yəni bu 4-cü sinifdə şagirdlərə də keçirilir. Məxrəci kiçik olan böyük, böyük olan kiçikdir. Yəni burada məxrəci ən kiçik olan 7 A-dır. Deməli A nədir? Ən böyüyüdür. Sonra ikinci B gələcək. 9-da 1. Üçüncü isə C gələcək. Yəni ən böyük A, sonra B, sonra C ilə. A variantı doğru cavabımız olacaq. Diqqətli olun, sürətləri eyni olan kəsirlərdir. Məxrəcləri eyni olan kəsirlərin yəqin ki, müqayisəsini də bilirsiniz. Orada isə məxrəc eynidirsə sürəti böyük olan böyük olur. Həmçinin məxrəc və sürəti fərqli olan kəsirlərdə isə təklif oluna bilər. Sual 9. 20% 54 olan ədəddən 9 dəfə kiçik olan ədədi tapın. Dəyərli dostlar, 20% 54 olan ədəd. Yəni faizinə görə ədədin tapılmasıdır bu. Hər biriniz ibtidai sinif müəllimi olaraq ədədin faizinin və faizinə görə ədədin tapılmasını bilməlisiniz. Nə deməkdir bu? 20%, baxın tənasüb qaydası 54-dür. Ədəd özü 100% olur. 100% x-dir. Sonra çarpaz vuracaqsınız. 54-ü 100-ə vuranda edir 5400. Bunu da bölürəm 20-yə, düşəcək 270. Yəni bizim axtardığımız ədəd 270-dir. Bunu düstur kimi də yanaşıb tapa bilərsiniz ki, məsələn burada nədir? Faizinə görə ədəd tapırıq. Bu zaman ədədi 100-ə vurub faiz göstərən ədədə bölürük. Bayaqkının tərsi, hansı ki ədədi faizini tapanda onu faiz göstərən ədədə vurub 100-ə bölürdük. Burada isə 100-ə vurub faiz göstərən ədədə bölürəm. Amma bunu əzbərləmirəm. Bax bir dənə bu tənasüb qaydasına başa düşsəm, faiz məsələlərinin demək olar 99%-i axırda ilə tənasübə gəlir. İndi bizim cavabımız 270 deyil də. Deyir ki, 270-dən 9 dəfə kiçik olan ədəd. Yəni 270-i 9-a bölmək lazımdır. 27-ni 9-a bölərəm, 3 düşər. 0 da arxasına yazsam olacaq 30. Doğru cavabımız C variantına uyğun gəlir. Sual 10. Aşağıdakı bərabərsizliyə əsasən x-in ala biləcəyi ən böyük natural ədədi tapın. Əlbəttə ki, 32 keçməlidir 78 tərəfə. Və çıxımı olacaq. Olacaq 46. Yəni 46 böyük bərabərdir. Diqqətli olun, altdan xəttdə var x-dən. İndi x-in ən böyük qiyməti neçə ola bilər? 45 yoxsa 46 yoxsa 47. Bu biraz çaşdıra bilər, amma asandır əslində. Altdan xəttdə olanda ədədin özü də daxil olur. Yəni bura ümumiyyətlə 47-ni yaza bilmərik. Çünki x ədədi özü 46-dan balacadır və yaxud da ona bərabərdir. Onda nə olacaq? 46 bu şərti ödəyə biləcək ən böyük natural ədəddir. Məsələn, ən kiçiyi soruşsa, ən kiçik 1 olacaq. Çünki ən kiçik natural ədədimiz 1-dir. X-in yerinə də 1 yazmaq mümkündür. Altdan xəttə həmişə diqqətli olun. İmtahan zamanı diqqətimizdən qaça bilər o. Sual 11. Verilən ifadənin qiymətini millimetr ilə ifadə edin. Diqqətli oluruq. Burada deməli nə var? 530 metr var. Metrin arxasına bir dənə 0 əlavə etsəm olacaq desimetr. Bir dənə 0 əlavə etsəm olacaq santimetr. Bir dənə də əlavə etsəm olacaq millimetr.
Çıxılsın 360, elə bu millimetrdir, yerində qalır. Bundan da çıxacam 43 desimetrdir. Bir dənə sıfır əlavə etsəm, olar santimetr, bir dənə də əlavə etsəm olacaq millimetr. Və dəyərli dostlar, kalkulyatorumuzu işə sala bilərik. 530 mindən çıxırsınız 360-ı, həmin ədəddən də çıxırsınız 4300-ü, alırıq 525340. Doğru cavabımız A variantına uyğun gələcək. Sual 12. Ata 07:40-da evdən işə getdi. O 8 saat işlədikdən sonra evə qayıtdı. Ata işə gedib gəlməyə cəmi 50 dəqiqə zaman sərf etmişsə, o saat neçədə evə çatdı? 7:40-da evdən işə gedir. 8 saat işləyəcək. Yəni üzərinə gəlirəm 8 saata. 8 saatın dəqiqələrinin əvəzinə 0 yaza bilərik. Toplayan zaman oldu 40 dəqiqə. 8-in üstə 7 gələndə də olacaq 15. 15 40-ın üzərinə əlavə 50 dəqiqədə yola sərf olunan zamana gələ bilərik. İstəsəniz əvvəldən məsələn bunu 25-25 bölə də bilərik. 7:40-da evdən çıxıbsa üzərinə bir 25 dəqiqə gələrəm, sonra 8 saat gələrəm, sonra qayıtmağın 25 dəqiqəsini gəlirəm, amma belə bölmürəm. 15-40-ın üzərinə birbaşa 50 dəqiqəni gəlirəm. Toplayanda bu nə edəcək? 90 dəqiqə edəcək. Burada 15-90. Əlbəttə ki, saatımız 15-90 deyə bir ədədi göstərmir. 90 dəqiqə 1 saatı keçdiyi üçün buradan 60 dəqiqəni götürüb bu biri tərəfə qoyuruq. Yəni bu oldu 16. 90-dan da 60 çıxanda qalacaq 30. Yəni doğru cavabımız 16-30-a uyğun gəlir. B variantı düzgün cavabdır. Sual 13. X kiçikdir 33 bərabərsizliyində x-in yerinə yazıla biləcək 3-ə bölünən ədədlərin cəmini tapın. 33-dən balaca 3-ə bölünən ədədlər hansılardır? 3 var, 6 var, 9 var, 12 var, 15 var, 18 var, 21 var, 24 var. Yəni 3-ə vurmadır bir növ. Sonra 27 var, bir də 30 var. Artıq 33-ün özünü götürmürəm, çünki altdan xətt yoxdur. Dəyərli müəllimlər, əlbəttə ki, bunu bir-bir hesablamaq əlverişli deyil. Bunun üçün biz Gauss üsulundan istifadə edə bilərik. Dərslərdə bunu təbii ki, tədris edirik. Xüsusilə bərabərsizliklər bölməsində lazım olur bizə. Və yaxud qalıqlı bölmədə də müəyyən düsturlardan istifadə edə bilirik. O zaman bizim işimizə yarayır. Xüsusilə bərabərsizlikdə, yəni bu üsul bizi qabağa atır. Qruplaşdırırıq. Gauss üsulu nədir? Məsələn, 3 ilə 30-u toplasam 33 edər. 6 ilə 27-ni toplasam, bu da 33 edər. 9 ilə 24-ü toplasam, bu da 33 edəcək. 12 ilə 21-i toplasam, bu da 33 edəcək. 15 ilə 18-i də toplasam, bu da 33 edəcək. Neçədən 33 aldıq burada? 1, 2, 3, 4, 5 dənə. Yəni 33-ü birbaşa 5-ə vuracam. Edəcək 165. Düzgün cavabımız D variantına uyğun gəlir. Bir-bir hesablamaq da olar, amma vaxt itirməmək üçün bu üsuldan da istifadə etmək olar. Yəni aradakı məsafələr eynidirsə 2-2 qruplaşdırıb sayına vurmağımız daha əlverişlidir. Sual 14. Ambarda 48 ton taxıl var idi. Səhər bu taxılın 20%, günorta isə 40%-i satıldı. Ambarda nə qədər taxıl qaldı? Yenə də ədədin faizini tapmağına gəlib çıxacaq. 48-in 20%. Hissə-hissə də tapa bilərsiniz. Və yaxud da gəlin belə məntiqlə yanaşaq ki, vaxt itirməmək üçün. Səhər 20%-ni satırlar, günortada 40%-ni. Toplam nədir? 20 ilə 40-ı toplayanda nedir? 60%. Yəni ambarda olan 48 ton taxılın 60%-i satıldı. Dəyərli müəllimlər, hər şey 100%-dir. 100%-dən 60%-ni çıxıram. Yerdə nə qalır? 40%. Yəni ambarda olan taxılın 40%-i qaldı ümuminin. Ona görə 48 tonun 40%-ni tapmağımız elə cavabın tapılması deməkdir. 48-i 40-a vurub 100-ə bölmək lazımdır. Buradan faiz işarələrini yaza da bilərsiniz. Yazmaya da bilərsiniz, silək. Bu şəkildə olar. Buradan da bərabərdir. İstəsəniz 0-ın 1-in belə silmək olar. 48-i vuracam 4-ə 192. Ona da böləndə edəcək 19,2 ton. Doğru cavab A variantına uyğun gəlir. Gördüyümüz kimi faiz bölməsi ilə bağlı suallar üstünlüyü təşkil edir. Yəni bu bölməni yaxşı bilmək lazımdır. Növbəti imtahanlarda da, növbəti sertifikasiyada da daha maraqlı faiz məsələləri qarşımıza çıxa biləcək. Növbəti 15-ci sual.
En uzunluğundan 3 dəfə kiçik olan düzbucaqlının perimetri 32 metr olarsa, onun sahəsini tapın. Deməli, belə bir düzbucaqlımız var. En uzunluğundan 3 dəfə kiçikdir. Yəni, eninə bir x desəm, uzunluq olacaq 3x. 2 vurulsun, enlə uzunluğu toplayacağım. Yəni, 3x üstə gələ x bərabərdir. Perimetr neçədir? 32. 3x ilə x-i toplayanda 4x. 2-ni də 4-ə vuranda edəcək 8x. Bərabərdir 32. Buradan da x bərabərdir 4-ə. Deməli, düzbucaqlının eni 4-dür. Uzunluğu 3 vuraq 4 edəcək 12. Həqiqətən də yoxlaya bilərik ki, 12 4-dən 3 dəfə çoxdur və 12-nin üstə 4 gələndə 16 2-yə vuranda perimetr olur 32. Bizdən bunun sahəsini tap deyir. Yəni, sahəni də tapanda nə edirik? S bərabərdir. Eni vururam uzunluğa. 4-ü vuracam 12 edəcək 48. Doğru cavabımız C variantına uyğun gələcək. Növbəti 16-cı sual. 20% 8 olan ədədin 4 mislini tapın. Yenə də bayaqki tipdə olan sualdır. Faizinə görə ədəd tapırsınız. İstəsəniz birbaşa düsturdan da tapa bilərsiniz və yaxud da tənasüb qaydası. Hansı ki, mən bütün müəllimlərə təklif edirəm ki, tənasübə uyğunlaşsın. Çünki tənasüb vasitəsilə əgər əliniz onu uyğunlaşarsa, sualları daha rahat tapmaq olur. 20% 8-dir, 100% x-dir bu ədədin. Sonra çarpaz vuracam, yəni 8-i 100-ə vurdum, oldu 800, böldüm 20-yə düşdü 40. Deməli, mənim axtardığım ədəd 40-dır. Deyir, 40-ın 4 mislini tap. 40-ın 4 misli nə deməkdir? 40-ı 4-ə vurmaq deməkdir. 40-ın 4 misli 160 olacaq. Doğru cavabımız E variantına uyğun gəlir. Sual 17. 12-yə bölmə əməlində alına biləcək ən böyük qalıq neçədir? Əgər ədədi 12-yə bölürəmsə, alına bilən qalıqlar 1, 2, 3 və s. ən böyüyü də 11 ola bilər. Doğru cavab B variantı olacaq. Yəni, qalıq heç zaman böləndən çox ola bilməz. Növbəti bərabərsizliklə bağlı sualımız var. Deməli, x ədədi 3-dən böyük, 12-dən kiçik bərabərdir. Bu bərabərsizlikdə x-in yerinə yazıla biləcək 3-ə bölünən natural ədədlərin cəmini tap deyir. 3-dən böyükdür 6 ola bilər. Sonra 9 ola bilər. Diqqətli oluram. 12-nin özü olacaq. Niyə? Altından xət var. Burada da dostlar eyni vahid qədər artdığı üçün ortadakı ədədi saya vura bilər. Yəni 9-u 3-ə vursam 27 və yaxud sadədir 3 ədəddə toplaya bilərsiniz. Cəm edəcək 27. B variantı doğru cavabımızdır. Sual 19. Kvadratı 2 bərabər üçbucağa ayırdılar. Deməli, bir dənə kvadratımız var. Aha. Bunu 2 bərabər üçbucağa ayırıram. Buradan bir xətt çəkirəm. Bu şəkildə olsun. Deyir ki, üçbucağın bucaqlarından, daha doğrusu üçbucaqlardan birinin iti bucaqlarının cəmi. Dostlar, üçbucaqlardan biri buradır. Bura 90 dərəcədir. Deməli, burada yaranan üçbucaq düzbucaqlı üçbucaqdır. Bunun iti bucaqlarının cəmi nə olacaq? Düzbucaqlı üçbucaqdır. İti bucaqların cəmi 90 dərəcə olurdu. Cəmi axı 180-dir üçbucağın içərisindəki bucaqların hamısı. 90-ı bura düşürsə düzbucaqlı üçbucaqda yerdə qalır 90 dərəcə. Deməli, iti bucaqların cəmi oldu 90 dərəcə. Kvadratın bütün daxili bucaqlarının cəmindən nisbə və kiçikdir. Kvadratın bir dənə bucağı 90-dır. Axı 4 dənə bucağı var daxildə. 4-ü də 90-a vuranda 360 dərəcə. Neçə dəfə kiçikdir? 360 dərəcəni 90-a böləcəm. Sıfırları silərəm. 36-nı 9-a böləndə düşür 4. Düzgün cavabımız C variantına uyğun gəlir. Sual 20. Həcmi 512 kubmetr olan kubun bir üzünün perimetrini tapın. Bayaq bir üzünün perimetrini vermişdi. İndi bunun tərs əməliyyatını verir. Dostlar, həcm V bərabərdir. A vurulsun, A vurulsun, A. Başqa sözlə A kubu düsturu ilə hesablanır. İbtidai sinif müəllimi olaraq da siz də 10-a qədər olan ədədlərin kubunu bilsəniz yaxşı olur. 512 nəyin kubudur? Yəni, nəyi 3 dəfə öz-özünə vursan 512 edər? Yoxlaya bilərsiniz, dəyərli dostlar. Yəni, birbaşa ağlınıza gəlmirsə, məsələn, 8-i yoxlasaq, edir 512. Birbaşa yenə gedirəm. Ağlınıza gəlmirsə, məsələn, yoxlayın. 3-ün kubu 27-dir, 4-ün kubu 64-dür, 5-in kubu 125-dir və s. Yəni, qısa müddətdə tapmaq mümkündür. Sizə çox bu ədədlər düşməyəcək. Deməli, A bərabərdir 8-ə.
Kubun tili 8'dir. Bir üzünün perimetri nə olacaq? Bütün üzlər kvadratdır. Burada 8'dir, burada 8'dir, burada 8'dir, burada 8'dir. Diqqətli olun, perimetrini soruşur. Perimetr nədir? Bütün tərəflərin cəmidir. Yəni 8-i 4-ə vuracam, 32 metr. Doğru cavab C variantına uyğun gələcək. Sual 21. Bərabər tərəfli üçbucağın perimetri 27 santimetrdir. Bərabər tərəfli üçbucağın bütün tərəfləri eyni olur dostlar. Perimetr 27-dirsə tərəf 9-dur. Yəni 3 dənə bərabər tərəfi var. Uzunluğu üçbucağın tərəfinə bərabər olan düzbucaqlının perimetri 22 santimetrdir. Deməli, belə bir düzbucaqlımız var. Buradan çəkək. Uzunluğu 9-dur. Perimetri 22-dirsə, 22-nin yarısı nədir? 11. Yəni, n ilə uzunluğun cəmi olacaq necə? 11. Bura 9-dursa, deməli, bura olacaq 2. Yəni, uzunluq 9-dursa, n 2-dir. Həqiqətən 9-un üstə gələndə 11 edər, 2-yə vuranda perimetri 22 alınır. Düzbucaqlının sahəsini soruşur bizdən. Sahə bərabərdir. 9-u vuracam 2-yə. 9-u 2-yə vuranda edəcək 18. Deməli, düzbucaqlımızın sahəsi 18-ə bərabərdir. Sual 22. Belə bir tənliyimiz var. Çətin tənlik deyil. Azalan, çıxılan fərq. Məhsul olan burada çıxılandır. Biz həmişə qeyd edirik ki, ədədlər, yəni bu bölmə və vurma hansı ki dəyişənin yanındadır, onlar ona bir növ yapışıblar. Yəni biz onu birbaşa ayıra bilmirik. Ona görə x bölək 4 ifadəsi, yəni məhsul çıxılan bərabərdir. Azalandan 297-dən çıxmaq lazımdır 189-u. Buradan da x bölək 4 ifadəsi bərabərdir. 297-dən 189 çıxanda qalır 108. Sonra buradan da x bərabərdir. Nəyi 4-ə böləndə 108 edir? Bunu tapmaq üçün 108-i 4-ə vuraram. Edəcək 432. Yəni doğru cavabımız C variantına uyğun gəlir. Əgər siz tənliyin qaydalarını bilirsinizsə, asan formada cavabı tapa bilərsiniz. Sual 23. Sinifdə 30 şagird var. Onlardan 12-si rəsm, 9-u idman, qalanı şeir müsabiqəsinə qoşuldu. Şeir müsabiqəsinə qoşulan şagirdlər bütün uşaqların hansı hissəsini təşkil edir? Cəmi 30 uşaq var. 12-si rəsmdir. Üstəgəl 9 idmandır. Yerdə nə qalır? 9 nəfər qalır. 9 nəfər 30-un hansı hissəsidir? Bunu müəyyən edəcək. Cavablar da onluq kəsirlənir dostlar. 9-u 30-a bölmək lazımdır. 9-u 30-a bölsəniz düşəcək 0,3. Doğru cavab C variantı. Bunu necə müəyyən edə bilərsiniz ümumiyyətlə? Məsələn, 3-ü ixtisar aparsam burada 3 oldu, burada 10 oldu. 10-da 3 kəsiri bilirsiniz də, yəni onluq kəsirlə də ifadə etməyi. Adi kəsirlə yazmışıq 10-da 3, kəsir xətti ilə də onluq kəsirlə də belə yazmağımız mümkün olacaq. Sual 24. Nisbətən mürəkkəb tənlikdir. Təbii ki, burada mənfi müsbət qaydalarını bilməyiniz lazımdır. Artıq neçə illərdir təhsil institutu bu suallardan istifadə edir. Ona görə də bax, bu hissəni nəzərdə tutun. Bunun içərisində vurub açan zaman qaydanı bilməlisiniz. Vurmanın paylama xassəsidir. 5-i 2-yə vuracam 10x edəcək. 5-i 3-ə vuracam 15 edəcək. Çıxılsın 3-ü x-ə vuracam 3x edəcək. Amma 3-ü 4-ə vuranda diqqətli olun. Bu işarə dəyişib müsbət olacaq. Səbəbi nədir? Qabaqdakı bax bu mənfi işarəsi. 3-ü 4-ə vurdum, oldu 12. Bərabərdir 3x üstə gələk 17. İndi dəyişənləri 1 hesablayacağım. 10x-dən 3x çıxanda qalır 7x. Buradakı 3x dəstinə keçirə bilərik, amma hələ ki qalsın. Burada çıxılsın 15 və plus 12 var. Nə qalacaq? Minus 3 qalacaq. Bərabərdir 3x üstə gələk 17. Dəyişənlər bir tərəfə keçir, yəni 7x-dən 3x çıxacam, qalacaq 4x. Bərabərdir. Deməli, sonra nə olacaq? 17-nin üstü 3 gələcəm, olacaq 20. Buradan da x bərabərdir 5-ə. Vəssalam deyir, tənliyin kökünün 3 mislinin, diqqətli olun, tənliyin kökü 5-dir. Tənliyin kökünün 3 mislinin, 5-in 3 misli nədir? 15. Rəqəmlərə hasilini tap. 5-i 1-ə vuranda yenə 5 oldu. Yəni tənliyin kökünü 5 tapıb səhvən yazsanız belə cavabınız doğru alınır. Amma diqqətli olun, təbii ki, həmişə belə olmur.
Ola bilər 4 mislini soruşar, nə bilim 5 mislini soruşar. Onda yanlış edə bilərik. 25-ci suala baxırıq. Qabda X sayda konfet var idi. Qabdan Y sayda konfet götürdükdən sonra qalan konfetlərin sayı əvvəlki konfetlərin sayının yarısı qədər oldu. Qutuda qalan konfetlərin sayına uyğun riyazi ifadə qurun. Dəyərli müəllimlər, diqqətli olursunuz. Bu tipli suallar sertifikasiyanın rəsmi sualların içərisində var. Yəni biz bunu hələ 2022-ci ildən işləyirik. Bu tipli suallar. Əgər bu tipli suallara vərdiş etməmisinizsə, YouTube-da sertifikasiya tipli suallarımıza baxıb test toplumumuzda da var ekranda gördüyünüz sağ tərəfdə kitab. Yəni orada da bütün bu suallardan var. Yəni biraz bunları məşq etmək lazımdır. Yəni 2022-də verilən sual tipi görürsüz, bu gün imtahanda düşür. Ona görə hər tip hansı ki əvvəlkilərdə düşüb, biz buna baza suallar deyirik. Baza suallarını işləməyi tövsiyə edirəm. YouTube-da da pulsuz formada mütləq əksəriyyətini paylaşmışam imtahan qabağı sertifikasiya üzrə. İnşallah növbəti sertifikasiyalarda yenə paylaşılacaq. Yəni bu suallara çox önəm vermək lazımdır. Yəni təkrar tiplər düşür. Bu qaçılmazdır. Bəli, qabda X sayda var. Bundan Y sayda konfet götürdük. Oldu ki çıxılsın Y. Bundan sonra qalan konfetlərin sayı əvvəlki konfetlərin sayının, yəni X-in yarısı qədər oldu. X bölü 2 qədər oldu. Onlar bir-birinə bərabərdir. Cavabı belə də saxlaya bilər. Bunu mötərizəyə ala bilərsiniz. Və yaxud burada bölə 2 deyil. Biz bunu hətta belə də yaza bilirik. X bölü 2-ni kəsrlə yazsaq, X bölü 2 olur. Bunu məxrəsdəki ədədi bura vurmaq olar çarpaz şəkildə. Yəni olacaq 2 vurulsu, X çıxılsın Y bərabərdir X-ə. Görək belə bir cavab varmı? X çıxılsın Y vurulsun 2 bərabərdir X-ə. Bəli, C variantı düzgün cavabımız olacaq. Belə dəyərli müəllimlər, ümid edirəm faydalı bir video oldu. Öz təəssüratlarınızı suallarla bağlı şərh bölməsinə qeyd edə bilərsiniz. Hansısa bir təklifiniz, şikayətiniz varsa oradan bildirə bilərsiniz. Əlavə olaraq videonu paylaşmağı da unutmursunuz. İnşallah digər müəllimlər də bu videolardan faydalansınlar. Yenə qeyd edirəm, hazırlıqlarımıza qoşulmaq üçün ekranda aşağı sol tərəfdə WhatsApp nömrəmizi görürsünüz. Növbəti sertifikasiyada daha gözəl, daha yaxşı nəticələr əldə etmək üçün dərslərdən faydalana bilərsiniz. Sağ olun, bir sonraki izahlarda görüşərik. Hələlik.